Sayın Fazıl Mustafa, Azerbaycan Parlamentosu Milletvekili, Türk Dünyası Hizmet Ödülü. Çok sağ olun, saygıdeğer konuklar, değerli milletvekilleri, sayın büyüyücü, bu töreninde iştirak eden bizim çok değerli Profesör Doktor Karadeniz İşbirliği Kurumunun Genel Sekreteri Asef Azı, çok sevinirəm ki, bilim adamı deyəndə daha çox bu kişilərin ismini hatırlamaq lazım. Bugün bir onur verici bir gündür. Gerçekten bu mükafat, bu ödül, bu Türk dünyası üçün çalışan hər bir insana aynı dərəcədə ait bir ödüldür. Bu yılın altın adamı olmaqdan kolay bir iş yoxdur. Əslində Türk dünyası üçün bugün ən önemli olan zamanın altın adamı olmaqdır. Yəni, əsrlər öncə, yüzyıllar öncə zamanın altın adamları varımız idi və onda Türk dünyasının altın çağı var. Bu günləri biz o altın çağı yeniden diriltmək için mütləqa zamanın altın adamlarına yetişdirməliyik. Allah qismət eləsin ki, burada iştirak edən, etməyən, tanıdığımız, tanımadığımız o insanların içindən Türk dünyasının zamanın altın adamına qoya biləcək kişilər ərsəyə gəlsin və bu milləti bugün bu qədər basılardan, bu qədər sıkıntılardan, bu qədər zorluqlardan qurtara bilsin. Yəni, hər bir dönəmin böyük şahsiyyətləri olmuş, bu bütün fakirlərdən başlayan, Atatürklərə qədər varan böyük şəxsiyyətlər bəlli bir dönəmdə bu zamanın altın insanları kimi öz üzərinə düşən yapmışlar, kəndi üzərinə düşən görəvi uğurla sonuçlandırmışlar və hər birimiz bu iddialara sahib olursaq, əminəm ki, yaxın gələcəkdə həm Türkiyədə, həm Qafqazlarda, həm Orta Asiyada bizim gözləmədiyimiz bir anda Türk dünyasının belə qəhrəmanları ortaya çıxacaqlar və bugün bu doğrudan bizi şərəfləndirdiniz. Biz buna kəndimizi layiq hesab etmirik. Hələ ki, çünki Türk dünyası əgər bu günləri sıxıntı içindədirsə, bu günləri biz dünyada söz sahibi hələ ki deyilsə, dünyanın yönəldilməsində əsas aparıcı güc deyilsə, hələ ki kəndimizdə bu qədər əmin ola bilmir. Amma bizi buna layiq bildiyinizə görə bir daha hər birinizə təşəkkür edirəm. Sevgili Türksoy, başqa qardaşımız başqa olmaqla bütün bu sizin yönətim qurumuna dəyərli bu müsabiqəni təşkil edən insanlara və sizin də bu işinizin davamlı olmasını arzulayıram. Çünki Türk dünyası üçün böyük hizmət verirsiniz, böyük işlər görürsünüz və ən az